bir yerdən keçirdi, deyir, ətirinin iyi qalırdı orada. Varının, dövlətinin 1/3 hissəsini ətirə verirdi. Deyirdi ki, özü buyururdu ki, Allahın ən yaxşı bəndələri xoş ətirli bəndələrdir. Bahalı ətirlərdən istifadə edirlər. Mən bunu keçmişdə də demişəm, zarafat kimi qəbul edirlər, amma yenə də onu deyirəm ki, dini ətirlər var ki, baş çatlayır onları. Adam üstünə vuranda baş. Dini ətir olanda ne üçünsə belə qəribə bir şeylər, nədən düzəlir bilinmir. Özü zorla əlvə də sürtürlər, hərdən. Gəlirsən görüşməyə, sonra nə qədər də onun qalır da adamın beynini çatladır. Dini ətir elə bilsin nədir? Dini ətirin dinisi odur ki, daha keyfiyyətlidir. Daha yaxşı ətir, daha dini ətirdir. Dini ətir budur. Niyə diniyə gəlib çatanda hər şeyin keyfiyyəti aşağı olmalıdır, səviyyəsi aşağı düşməlidir? Bu dini şeylər bulardır. Göd yaxşı ətir al, imkanım var. Hətta Peyğəmbər deyirəm də 1/3 az deyil, xərcləyərdi ətirə. Saçına yağ sürtərdi, küçədən keçəndə. Deyir, adam zövq alardı ondan. O ki, mənəvi ətirlə ətirlənib, göydən gəlib, yenə də maddi, biz ölürük axı belə sözlər üçün, onun ətri mənəvidir, bəli, mənəvi idi, amma maddi ətirdən də qatırdı, olurdu lap gözəl, lap əla.